Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak edib. İftar mərasimi Qurani Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının əhəmiyyəti barədə danışıb. Azərbaycandakı dövlətli münasibətləri və dini tolerantlıq mühitini qeyd edib. Bildirib ki, Azərbaycan dünyada İslam dəyərlərinin maraq və mənafeylərini müdafiə edən, İslam həmrəyliyinə mühüm töhfələr verən, İslamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən dövlətdir. Sonra Azərbaycanda fəaliyyət göstərən dini konvensiyaların rəhbərləri və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Azərbaycanın beynəlxalq səviyyədə dinlər və mədəniyyətlər arası dialoqun təşviqi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib. Ölkəmizin bu sahədə nümunəvi model formalaşdırdığı vurğulanıb. Daha sonra iftar süfrəsi açılıb.